Demək uşaqlar bu gün qəbul olduğunuz universitetlərə baxacağıq. Bir dənə post atdım ki, kimlər hara qəbul olubsa, onu mənə Gmail üzərindən atsın və atdınız. Görək hələ kim hara qəbul olub. Burada bir dənə Google Maps açmışam, burada gördüyünüz kimi. Google Maps-də açmışam ki, əgər bilmədiyim universitet varsa harda yerləşdiyini falan buradan xəritədən baxa bilərik. Görək elə metroya yaxındım, yaxın deyilmi? Elə şeyləri danışaq. Əgər bildiyim universitetlər varsa fikrim də bildirərəm. Neçə bal yığdığınızı falan görəcəm. Getdik. Mir Fəttah imiş. Qaqaşın adı Mir Fəttah imiş. Artıq düz tərcümə edirəm yoxsa tərcümə edirəm. Düz tələffüz edirəm yoxsa? Xarici dil ingilis diliymiş. Tamam. Neçənci qrup? İkinci qrupdur və 479. 479. Mən deyəsən körəm, inşallah mən oxuya bilmirəm. 497 bal yığıb və ilk yazdığına düşüb. Ziblə qalsın. Halal həqiqətən deyirəm. Prosta 497 balım var, amma ki 441 ballıq bir yerə düşüb. Sən deyəsən balları azalıb yoxsa nə tər o cür olub yəqin kimi. Azərbaycan Dövlət İqtisad Universiteti UNEZ-ə düşüb bu arada qəşəng. İqtisadiyyat, ixtisas ikinci qrup, əyani, dövlət sifarişi əsə halaldır. Bax qəşəng, mükəmməl bir ixtisasdır həqiqətən mənim fikrimcə. Yəni iqtisadiyyat yaxşı bir ixtisaslar arasında da mənim təxminimcə. UNEZ hardadır? Gəlin bir dənə UNEZ-in olduğu yerə baxaq. UNEZ-in prosta korpusları fərqlidir. Korpusun çox korpusu var da, başa düşürsüz. Prosta bir dənə UNEZ yazanda məsələn hara çıxır? Azərbaycan Dövlət İqtisadiyyat Universiteti yazıram məsəl üçün. Bax elə. Şeydir bura. Nədir bunlar? Gənclik olmalıdır, hə? Gənclikdir. Gənclikdə bir dənə korpusu var, başqa yerdə bir dənə korpusu var. Yəni ümumiyyətlə İqtisad Universiteti korpuslar çoxdur. Yəni sən hansı korpusa düşəcəksən orasını dəqiq bilmirəm amma halaldır. Nə deyim? 16 yazıb. 16-da İqtisad, 16-da İqtisad, 16-da İqtisad. Hamısı İqtisad Universiteti yazıbsan. Yəni həqiqətən də istədiyin oldu desən, təbrik edirəm. Salam Fərz, bəlkə də ixtisasım yaxşı deyil, amma bura qəbul oldum. Görək hara qəbul olub. Məmmədzadə Gülay Habil. Okay. 363 bal yığıb. Yaxşı baldır. Yəni fərqlər yaxşı baldır. Hara düşüb? Bakı Dövlət Universiteti. Bizlə qonşusan. Mən də Asuda oxuyuram inşallah, bilmirəm bilirsiniz yoxsa yox. Neçənci qrup? 3-cü qrupmuş ha. Ödənişliyə düşüb 2400-ə. Prosta 3-cü qrupda deyəsən ballar çox yüksəkdir. Buna görə belə olub. Aşağıda haraları yazdığını görürəm. Sumqayıt Dövləti yazıb. Sonra Bakı Dövlət Pedaqoji Universiteti yazıb. Sumqayıt Dövlət 400 bala qalx. Buna neçə bal çatmayıb? 7 bal buna çatmayıb. Buna da 3 bal çatmayıb. Bax Dövlət Sumqayıt Universiteti yazıb, hə. Heç birinə çatmayıb balı. Gəlib Bakı Dövlət çatıb. 3 balla qaçırdıb Sumqayıt Universiteti. Böyük ihtimal özü Sumqayıtda falan yaşayır, ona görə belə yazmış. Adım Məryəmdir deyir. Bu promo mesaj atıb. Bakı Dövlət Universiteti fizika müəllimliyi əyani. Neçə balım falan var buradan görürəm. Onu falan görsəydim yaxşı olardı da. Fizika müəllimliyi. İlginc. Bax qəribə ixtisasda gördük bu videoda. Sənə deyirəm ya. Yəni neçə balla girirsən bilmirəm, amma sən də bizə qonşusan, sən də mənə qonşusan. Bakı Dövlət Universiteti inşallah bilməyən nə varsa gəlin göstərim sizə hardadır. Elmlər Akademiyasının metrosu var. Onun dibindədir də, yəni. Prosta DBD-da Bakı Dövlət Universiteti burdadır. Bayağı da böyük bir ərazisi var burada Bakı Dövlət Universiteti. Bütün vərəqəni göndərib deyəsən, baxaq elə. Neçə qrupu var, neçə balı var imiş? İkinci qrupdur. İkinci qrupdur və 348 bal yığıb. 348 bal. Görək hara düşür. Xəzər Universiteti mühasibat. Tədris ingilis dilində. İxtisas qrupu 2. Dövlət sifarişi. Əsasən pulsuzdur. Pulsuz olması yaxşıdır. Yəni 442 baldır. Fərqlər yaxşıdır mənim fikrimdə. Üçüncü qrupda belə şeylər var həqiqətən. Xəzər Universiteti. Mən bilmirəm hardadır bu arada Xəzər Universiteti. Deyirəm, sahildə belə sahil deyir bura. Sahil olmalı səhv. Metro var burada. Sahil metrosuna yaxın Nizamiyə də yazır. Sahillə Nizaminin ortasına falan. Allah bizim texniki oxşuyur bu. Sən öldürəm. Buralar falan da oxşuyur valla. Allah yolka. Bizə də var idi burada. Xəzər Universiteti. Maraqlı görsən hər ha. Belə klassik yəni universitet görünümü var da. Bir tərəfdən də məktəbə də andırır. O bilən şəklinə baxmadan, o bilən şəklinə baxardıq. Məsələn bundan sonra elə deyil. Həm şəklinə baxarıq, həm də yerinə baxarıq. Görək bu dostumuz hara düşüb. İkinci qrupdur. 487 bal yığıb. İkinci qrup 487 bal. Görək hara düşüb. Azərbaycan Dövlət İqtisad Universiteti. UNEZ-ə düşüb bu da. Dövlət sifarişi. Bu səfər pulsuza düşüb. Gəl. Neçə 441 bal. Bir dəqiqə la. Bu bayaqçı ilə eyni yerə düşüb bu. Deyəsən qrup yoldaşınızı tapdı. Deyəsən qrup yolla belə. Universitetdə bir-birinizi görsəniz mənim videom yadınıza düşər. Deyəsən bir-birinizi tapdınız. Bayaqçı düşmüşdü. UNEZ-ə düşmüşdü. İqtisadiyyata düşmüşdü. Özü balayım 441 bal. Bunun adı nədir? Adını görmürəm adamı. Amma siz ikiniz eyni yerə düşübsüz. Siz universitetdə bir-birinizi taparsınız. Mən də deyirsiniz ki, sənin videonda görmüşdük bu qəşəng. Görürsən, eyni qrupu tapdıq ya. Bax burada şəkilləri var bax. UNEZ-in burada şəkilləri var. Burada bir dənə video var hətta. Adam UNEZ-i tanıdı be bildim amma bir dənə. İçəri şəhərləri bu. Ya hardaydı? Gənclikdə də, Gənclikdə. Baya belə muzey kimi bir universitetdə. Buna bax, çöldən şeylər görürsüz. Alov güllələrini görürsüz. Əsən baxın alov güllələrin texniklərinə baxanda görsən, ya da nəysə də. Buraxılış balımı da atmışdım. Gmail-də adım fərqli idi. Yəni telefonumu Gmail qəbul cavabımı atarsam bu dəfə qarşılıq olmayacaq. Tamam. Görək bu səfər Xədicə, adı Xədicədir. Deyəsən tanış gəlir bu arada. Xədicə yadımdadır bu arada. Deyəsən ballara baxmışdıq onda. Neçə yığıb? Çox bulanıqdır. Üçüncü qrupdur. 381 bal yığıb. Üçüncü qrupda 381 ilə ayda pulya düşüb. Deyəcəkdim pulsuza düşüb sayıladı. Azərbaycan Dillər Universiteti, Filologiya, Azərbaycan Dillər Universitetindən bir dənə baxaq elə. Azərbaycan. Bu arada bunların fərqli korpusu var böyük ehtimal. Bu da sahildədir ala. 28-dəymiş, 28-də. Dillər Universiteti 28-dəymiş. 28-də bağlanıb. Bəlkə universitetə gedirsənsə, böyük ehtimal artıq ev tutmuşsandır. Amma şey tərəfdə 28-dən bu tərəfə tutmasın, çünki o tərəf bağlanıb. 28-dən oyuna tutmalısan. Oyun dediyim Həzəslanova tərəfdə, yəni Dərnəcül tərəfə tutmayı çıxıb. Sənin üçün çətin olacaq da yəni. Bu üzübül. Universitetdir bu həqiqətən. Çox qəribə görsənir ya. Bu nədir ala? Allah bu nədir? Video az şey zaç qoyublar.
Xəbərləri zadı qoyur. Yəni oxşardır. Yəni universitet bu oxşar universitetlərdir, sən öldürəm. Yəni hələ bir fərqli bir antikvar universitet görmədim də. Deməli Zəhra İsmailova 474 balı var. Neçənci qrup? 4-cü qrup. 4-cü qrup. Ha, heç görmədiyimiz bir qrupdur. Gördüklərim hamısı 2-3 idi bu arada. Heç birinci qrupda görmürəm. Bu arada birinci qrupa niyə vermirsə ha? Azərbaycan Tibb Universitetindən girə bilmir. Oha, 600 neçə bal imiş, zübə qalsın. Girə bilməyin normaldır. Ən azından pulsuzsan, qəşəngsən, pulsuz. Azərbaycan Bakı Dövlət Universiteti. 4-cü qrup Bakı Dövlət Universitetində var. Biologiya, ixtisas qrupu 4. Biologiya nədir bu? Müəllim idi yoxsa nə idi bu? Biologiya tam olaraq da nə mənəcə bilmirəm. Prosta 466 ballıq. Sən neçə balın var? 473. Hə, eləmirsən 600-700 balın var. O cür deyəcəkdim ki, niyə belə aşağı balın? Prosta bir şey başa düşmədim. Hə, yəni bu ikinci tərəfdə yazılan şeydir bu arada. Pulsuz desəm bu ikinci tərəfdə yazılan. Pullu bir sol tərəfdə yazılan. Gözəl. Qəbul olsun. 4-cü qrup görmək həqiqətən adamı sevindir. Çünki hamı başçısında deyil 4-cü qrupa vermək. Evet, bu dostum görə hara qəbul olub. Birinci qrup, şükür Allaha birinci qrup. 350 var. Birinci qruplar niyə belə aşağı vanlanacaq? Lənkəran Dövlət Universiteti, direkt Lənkərana basıb. Full Lənkəran Dövlət Universiteti yazıb ala. Bir dənə başqa yer yazmayıb. Full Lənkəran Dövlət Universiteti yazıb. Böyük ehtimal bu Lənkəranda belə cənub zonasında qalır. Bakıya falan gəlməyə də mən cənub zonasında qalıram, amma Bakıya vermişəm. Heç peşman deyiləm bu arada. Bakıya gəlmək həqiqətən də həyatımda verdiyim ən mükəmməl qərarlardan biri idi. Amma yenə də xeyirli olsun, nə deyimsə. İxtisas qrupu 1, informasiya təhlükəsizliyi. Yəni bizim ixtisasa yaxındır bu arada. 331 ballıq ixtisasa düşübsə. Okeydir məncə yaxşı. Lənkəran Dövlət Universitetinə gəlin baxaq uşaqlar. Harda olduğunu bilmək istəyirsə, Lənkəran Dövlət Universiteti burdadır. Sən də dənizin var qardaşım. Başın bırax da yəni. Ən azı sən də dənizin. Bakıların dənizin varsa sən də dənizin var. Lənkəran da bu arada yəni şəhərdir də, yəni bir qəşəng bir şəhərdir. Gəl Lənkəran Dövlət Universitetində nəfər olduğumuzda məktəbə oxşuyur, sözün açığı. Həqiqətən məktəbə oxşuyur da yəni. Of, qaqaşlar öz şəkillərini qoyublar bura. Niyə hamı cəmaət o blok olsun, bura haradır oğlum? İlginç, daha yaxşı təminli ola bilərdi. O boyda universitet. Bu nədir oğlum? Kimsə gedib evin şəklini qoyur. Nəysə, xəritələrdən baxmaq heç yaxşı fikir deyil. Ancaq Lənkəran Dövlət Universiteti ordadır da, yəni bilmiş ol. Peşə təhsilinə qəbulu müsahibədən keçə bilmədiniz. Boş qalan yerlər ikinci mərhələdə tələbə qəbulu tarixində başlayacaq. Az bir qəbul ola bilmir. Peşə təhsiliymiş. Canımı çıxma, yenə də yaxşı var. Bu nə oğlum? Bir yazıb ki, əmim qızıdır. Görə əmin qızı ağarıb, çox bulanıqdır. Ay Allah. İxtisas qrupu 3-dür, 447 baldır. Azərbaycan Dövlət Pedaqoji Universiteti. Məktəblə qədər təhsil. Bağça müəllimi də. O üzü bir şey çox olub dövlət sifarişi. Ən azından dövlət sifarişidir. Azərbaycan Dövlət Pedaqoji Universiteti. Bir amma baxım elə. Pedaqoji Universiteti. Bura görmüşdüm. Ha bu da Gənclikdədir bu arada. Gənclikdə 3-4 bu arada universitet var. Bütün universitetləri niyə eyni yerə yığıblar? Odlar yurdu da burdadır. Odlar yurduna girmək üçün 700 bal zat lazımdır. Böyük ehtimal bu videoda çıxmayacaq da elə bilir. Pedaqoji universitetinə şəkil qoymayıblar bu arada. Lise yazıb. Lise deyil qardaşım, universitet. Neçənci qrup olduğu görsənmir. Neçə bal olduğunu görürəm ancaq. Neçə də ala, bilmək olmur ki. Bakı Slavyan Universiteti regionşünaslıq, Xəzəryanı ölkələr. Regionşünaslıq ümumiyyətlə nə ixtisasıdır mən bilmirəm. Bu arada həqiqətən deyim, cahillikdən soruşuram da zərfəs. Bakı Slavyan Universiteti. Bakı Slavyan Universiteti görə haradadır? Bu da Gənclikdədir ala. Məsələn sən məndən. Bu da Gənclikdədir sən. Nə qədər Gəncliyə universitet qoyublar ya? Gəl şəkillərini zənn oxu elə. Bax burada beləncik videolar falan qoyanlar zor olur sən. Zor olur deyəndə 5-4 saniyə cəmsi video. Məsələn qıraqda görürsüz də şurada bir bulanıqda yüngül var. Universitet çox belə şablon kimi, hamısı eyni deyil bir şey. Bir yazıb ki, zakatı alalım, video alsan sevinirəm. Çox bulanıqdır ha deyim. Yaxınlaşan necə belə bulanıqlıq açıldı bunu? Azərbaycan Dövlət İqtisad Universiteti İnformasiya Texnologiyaları. Zakatı ala filyalar. Zakatı ala universitet var ola. İndi öyrənirəm sən öyle. Mən elə bir başdan başqa Bakıda, Gəncədə, Lənkərandan başqa heç yerdə olduğumu şaşmırdım mən. Universitet olduğumu şaşmırdım. Amma valıymış. Zakatala filialı. Qəşəng. İxtisas qrupu 1, birinci qrupdan qəşəng informasiya texnologiyaları bizim ixtisasa yaxınsan. Bu arada sənə bir dənə tövsiyə vereyim. Əslində bu tövsiyələrin hamısını bir yerdə buradakı linkdən baxa bilərsiniz. Keçən çəkmişdik bu videonu. Universitet girəndə mütləq o video baxmalısınız. Yoxsa yəni çətinlik çəkə bilərsiniz də. Yəni bir qardaş olaraqdan universitet qurtarmış qardaş olaraqdan həqiqətən o video baxmalısınız. Dövlət sifarişi 200 neçə 271 bal. Okeydir məncə. Yəni zordur da. Yəni çünki birinci qrupda pis nətər 200 bal plus yığanda zaten şeyə düşürsən, pulsuza düşürsən. Mənəfli Aqil. Neçə bal yığıb? 236 bal yığıb. İxtisas qrupu 1. Mən bir şey başım çıxmış. Niyə ancaq birinci qrup olanlar az bal yığanlar olur? Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə şəhəri. Meloseriya mühəndisliyi. Bu nədir la? Nədir bilmirəm bala. O ixtisasın həqiqətən bilmirəm. Birinci qrupda belə şeylər var imiş həqiqətən də. 183 balla dövlət hesabına oxumaq olurmuş həqiqətən. Mən bilmirdim bu arada. Bizim dövrümüzdə minimum 200 bal yığmaq lazımdır. Balından bir 50 bal kəsilir qardaşım bir şey. Balından 50 bal. Mən nəsə pis təsir bilmirəm. Balından az bala yerə düşəndə Ramalda nətər? Ramalda elə idi. Ramal desəm 500 neçə 80 falan yığmışdı. 520 ya da 30'luq desən bir yerə düşmüş səhv. Ya 505 idi. Mən tam dəqiq yanında deyil. Gəncə budur. Aqrar Universiteti. Tarım Universiteti nədir? Bu ümumiyyətlə niyə türkçədir mənim başım çıxmır? Gəncədəymiş. Gəncəni ümumiyyətlə tanımıram, nətər bir yer olduğunu heç getməmişəm da Gəncə. Amma maraqlı gəlir. Gəncəyə bir dəfə bir gün getmək lazımdır ora. Leon Hotel, yox bir Nita Hotel. Nə qəşəng görsənir ya, nə bayraq asıblar, şəkillər kimi olur, hə. Həyəti bayağı qəşəngdir. Bu nə də? Bu da universitetin. Random şəkillər qoyurlar, sən öldürürəm ya beləncik yerlərə atılmır da. Ancaq çöldən çəkiblər, içəridən çəksərlər, bayağı böyük görsənir bu arada. Sən öldür, bu nə də? Tamam Fəriz, mən illərdir istədiyim ixtisas olan Azərbaycan dil və ədəbiyyat müəllimliyinə qəbul oldum, amma həmin günü, yəni cavabdan çıxdığı gün atamı itirdim. Buna görə çox pis oldum çünki o gördüyü
Hər ikisi deyir ki, mənim qızım Azərbaycan dili və ədəbiyyat müəllimi olacaq. Mən bunu bacardım, çox şükür edirəm Allahıma. Sən də mənim video qoysa çox sevirəm. Allah rəhmət etsin. Nə deyim? Xədicə. Yaxşı Xədicə deyil bu. Yox, başqa Xədicə deyək ki. Cəsində kodlu ixtisas üzrə qəbul olunmuş üçün ixtisasın adını öyrənmək üçün Kolcundan Bakı Dövlət Universiteti Azərbaycan Dili və Ədəbiyyat müəllimliyi. Təbrik edirəm. Təbrik edirəm. Qəbul olunan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində Sənaye və Texnologiya Kolleci, Kompüter şəbəkələr və şəbəkə innovatsiyası. Adınsı? Ditsəm desək adınsı, Allah sənə kömək eləsin. Adınsı artıq nəsə deməyə ehtiyac yoxdur, yəni başa düşürsə yəqin demək. Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə, Zaqatala filialı 2-ci qrup. Neçə balından 1500 manat təhsil haqqı. Neçə balından 195 göstərir burada. Yəni ki, sənin də balın 195 falan imiş. Minimal keçid bal yazıbsa, pullu artıq o qismlərdə olurdu. Okay, yenə yaxşı, yenə. Deməli, ixtisas qrupu 1, şükür, 1 və 258 bal. Yəni birinci qruplardan gözləniləcək ballar. Azərbaycan Dövlət Nəticə Universiteti Ekologiya Mühəndisliyi. Abi, belə şey səhvlər eləmirlər. Xahiş edirəm, demişdim axı. Adınızı da sizi bilsiniz ağacaq. Qoldurub çırpacaqlar yerə də. Həqiqətən deyirəm də yəni. Çox çətin vaxtda keçəcək. Sən öyle deyirəm də yəni. Adınızı göstərim var da, adınızı göstərmədim. Görüntüsünə baxın. İçlərində ən fərqli görünən adınızıdır. Bax, görünüşə bax bir dənə. Sirə sifətə bax bir dənə. Adınızın şəklindən başqa hər şeyin şəklini qoyublar. Azərbaycan Dövlət düz 28-in yanındadır. Yəni orada dərs oxumaqdan çox mola gedib ya da çayxanaya girəsiniz də. Sən qız idin ya. Sən qız imişsən. Ya da başqa yerə gedəsiniz. De facto özədə girəsiniz. McDonald's-da da gedəsiniz də. Yəni sən öyle deyirəm. Oxumaqdan başqa hər şey eləyəsiniz də orada yəni. Bütün attestatı 5 nöqtələri var. Diqqətinizi seçəlim bax burada yazır. 634 bal. Oha! Qarabağ Universiteti tibb. 4-cü qrup. 4-cü qrupdur da. Yəni dövlət halaldır. Səhə halaldır kanka. Qarabağ Universiteti. O açılıb bu universitet, tez açılıb bir desən. Harda tam olaraq da? Bir baxım hələ. Bax tam şeydə deyil, buralarda deyil. Qarabağ Universiteti. O qəşəng düzəl. Bu təzə tikildiyi çox bəllidir bu arada. Gözəl abi, gözəl. Bax nə deyim sən həqiqətən də. Bayağı qəşəng, həyətin məhəttində qəşəng düzəldiblər. Pedaqoqluq parkına oxşuyur da yəni bura. Şükran Baş. Türk bir izləyicinin məqalə olduğu yer atıb. Birinci dəfə də belə şeyə baxacağam. Göz. Yüksək öğretim kurumları sınavı. Ha bu şeydir, universitetin imtahanına bunlar yüksək öğretim kurumları sınavı deyirlər. Yerləşdirmə sonuçları. Adınız və soyadınız Qamizi. Qamizi adında mən Türk izləyicim varmış, o yüzden 18 yaşdır. İlginç, var, həqiqətən sevindim. Yerləşdirmə proqram dilləri, kod, adı İstanbul Universiteti Cerrahpaşa, adı Cerrahpaşa Tıp Fakültesi. Tibbə düşüb bu da. Bu da tibbə düşüb. Tərcih sayı 2. Bu 536 mininci olmaq deməkdir, yoxsa 536-cı olmaq deməkdir. Bunlarda deyəsən sıralamaya əsasən şey eləyirlər axı. Universitet qəbul olmaq sıralamaya əsasən tam dəqiq bilmirəm. Əgər Qamizi bu videoya baxırsa yorumlar qisminə yazsın. İstanbul Universiteti. Görək İstanbul Universiteti hardadır? Fatih İstanbul. Tamam bura. Görən nətər bir şeydir. Bu həyətlərindəki bir dənə şeyə bax bir dənə. Heykələ bax bir dənə. Zorda axı. Bura bir dənə videosu var. Bizim universitetə oxşayır bu arada. Qəşəng reklamını da eləyiblər. Buradır o. Tam oxşamır. TC İstanbul Universiteti. Türk Cümhuriyyəti İstanbul Universiteti. O bir qala kimi bir yerdir. Buna bax bir dənə. Buradır yəqin ki, burada o çox qəşəngdir. Bu caminin yanındadır bu. Gözlə bir də xəritədə onun yerinə baxın. Sultanahmet camisi olmalıdır səhv eləmirəm. Sultanahmet idi yoxsa. Deməli, birinci qrup 300 neçə 335 bal hara düşüb? Xəzər Universiteti. Bayaq baxdıq bu ona. 330 balla qəbul olub. Təbrik edirəm. Yaxşıdır. Pis deyil. Sən qəbulsan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Mexatronika və Robotexnika Mühəndisliyi. Birinci qrup sən deyəsən. Birinci qrupdur. Sən 347 balla. Birinci qrup yığanlardan heç birindən 500 bal görmədim də sənə. Xəyalım Ada Universiteti idi. Düşə bilərdim bu balla. Dedim ki, ballar düşməz, yazmadım. Düz ballar. 527 balla adaya bilmirəm ki, düşə bilirsən həqiqətən. Bilmirəm ki. Azam Bakı Ali Neft Mərkəzi. Elə bilim adınızı deyəsən, qorxdum ya. Bakı Ali Neft Mərkəzi vardı ki, Şah İsmayıl Xətai şeyinləri. Yanında metro varsa, Allah'a şükür, həqiqətən metro çox dəyərli bir şeydir dəsən. Pulsuzdur. Oha, təhsil haqqı 4500-dür ya. İnşallah ailən imkanlıdır. Yoxsa həqiqətən də çox səhvən olacaq bunu ödəmək. Təbii ki, eləməyən. Prosta 527 balla pulya düşmək nə bilim yəni. Niyə pulya yazıbsan ki ümumiyyətlə? Abi bu bala heyf deyil. Bu bala həqiqətən heyfdir. Yəni ailəvi imkanı varsa o başqa məsələ. Prosta bu bala pullu həqiqətən heyfdir də. Yəni məncə səhv seçim eləyibsən mənim üçün. Milyarder olmaq istəyirəm, amindir. İnşallah bu video qədim, sevdiyiniz bir video olmuşdu. Tələbə adı qazanan hər kəsi təbrik eləyirəm. Universitetə qəbul olmayanlar da heç canınızı sıxmayın. Bu dünyanın axırı deyil. Yəni çünki uğurlu bir insan olmaq üçün hökmən universitet oxumaq məcburiyyətində deyilsiniz deyirəm və bu videonu burada sonlandırıram. Gələcək videoda görüşmək üzrə.